Bakı şəhərinin marşrut avtobuslarında sərnişinlər gediş haqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları, həmçinin Apple Pay və Google Pay vasitəsilə ödəyə biləcəklər. Bölgə TV xəbər verir ki, mediaya açıqlamasında paytaxtın ictimai nəqliyyatından istifadə olunan Bakı kart sisteminin operatoru K-Group MMC məlumat verib. Paralel olaraq Bakı kart, Birbank və M10 QR vasitəsilə ödəniş imkanları da qüvvədə saxlanılır. Bildirilib ki, ilkin mərhələdə NFC ödənişləri 500 nömrəli marşrut xəttində aktivləşdirilib. Sistem real istismar şəraitində sınaqdan keçirilir. Test mərhələsi uğurla yekunlaşacağı təqdirdə növbəti günlərdə digər Bakı Bas marşrut xətlərində də mərhələli şəkildə tətbiq olunacaq. Daha sonra isə bu texnologiyanın digər daşıyıcı operatorlar üzrə də mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulur. Vurğulanıb ki, test müddətində kartlarda problem yaranarsa, alternativ yollardan istifadə edilməsi məsləhət görülür. Qeyd edək ki, Bakı metrosunda sərnişinlər gediş haqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları ilə ödəmək imkanını bu il noyabrın 1-dən əldə ediblər. Rəna Rövşən qızı, BTV.